Baxırıq 7 nömrəli suala. A və B müxtəlif nöqtələrindən keçən düz xətt OX oxuna paralel olarsa bizdən A-nı soruşur. Deməli, baxırıq A və B nöqtələrindən. Əvvəlcə düzbucaqlı koordinat sistemi çəkirik. Yazılıb ki, A nöqtəsinin apsisi 5-dir. Apsisi 5-dirsə, yəni burada da apsis 5 düzdür. Bu A nöqtəsi birinci rübdə də ola bilər. İkinci rübdə də ola bilər. 2 yox, əslində, dördüncü rübdə də ola bilər. Yəni A nöqtəsi həm burada ola bilər, həm də burada da ola bilər. İndi bilmək dəqiq yerini haradadır. B nöqtəsinin x-i A plus 1-dir, amma y-i dəqiq məlumdur, 6-dır. Y 6-dırsa B nöqtəsinin, bura 6-dır. B nöqtəsi də, yəni A1, deyək ki, A-nı mən götürdüm 4-cü rübdə, B-ni 1-ci rübdə götürsəm, bu nöqtələrdən keçən düz xətt Y oxuna paralel olur. Amma mənə deyir ki, X oxuna paralel olsun. Deməli, B nöqtəsini ancaq 2-ci rübdə götürə bilərəm. B nöqtəsinin apsisi A plus 1-dir, ordinatı 6. A nöqtəsinin apsisi 5-dir, deməli, ordinatı da 6-ya bərabərdir. Baxın, A nöqtəsinin koordinatları 5 və 6 olmalıdır. Deməli, burada A kvadrat minus 10-un yerində 6 dayanmalıdır. A kvadratı minus 10 bərabərdir 6-ya. A kvadratı bərabərdir 16-ya. A olacaq plus minus 4. Müsbət 4 götürmürük. Çünki müsbət 4 götürsək, burada B nöqtəsinin x-i müsbət 5 olur. Düzbucaqlı koordinat sistemində sıfırdan sol tərəfdə mənfi ədədlər yerləşir. Yəni, buranın mənfi olması üçün A-nı biz mənfi 4 götürməliyik ki, B nöqtəsinin x-i mənfi 3 olsun. Deməli, bizim A mənfi 4-ə bərabərdir. Yəqin ki, aydın oldu. A-nı tapmışıq müsbət 4, mənfi 4. Müsbət 4 götürmürük. Çünki müsbət 4 götürsək, B-nin x-i olacaq, deməli, 5. Bu da o deməkdir ki, A və B nöqtələri üst-üstə düşür. Yəni, doğru deyil. Cavab D variantı.